Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakıda minik avtomobili su maşınına çırpılıb, nəticədə 2 nəfər dünyasını dəyişib. Xəbər verilir ki, ağır qəza gecə saatlarında Zığ şəssəsində baş verib. Hadisə şahidlərinin iddialarına görə qəzaya səbəb minik avtomobilinin yüksək sürətlə hərəkət etməsi olub. Qəzadan sonra minik avtomobili alışaraq yanmağa başlayıb. Təbibdən bildirilib ki, o gecə 02:20 radələrlə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri Suraxan rayonu Zığ qəsəbəsindən çağırış qeydə alınıb. Çağırış ünvanlı təcili tibbi yardım briqadasına cəlb olunub. Briqada bir nəfər kişinin həkimə qədər ölümünü qeydə alıb, bir nəfər qadına yerində tibbi yardım göstərilib. 2 nəfər kişi isə müxtəlif bədən xəsarətlərlə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. 61 yaşlı kişiyə qapalı kəllə beyin travması, baş beynin əzilməsi və silkələnməsi, döş qəfəsinin, qarnının, çanağın küt travması, sağ ayağın birinci barmağının amputasiyası diaqnozları təyin olunub və zəruri tibbi xidmətləri göstərilib. Hazırda müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağırdır. 40 yaşlı kişiyə isə qapalı kəllə beyin travması, baş beyin ağır dərəcəli əziyi, döş qəfəsində və çanağın küt travması diaqnozları təyin olunub. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq saat 03:30 radələrində bioloji ölüm qeydə alınıb. Faktla bağlı araşdırma aparılır.